Thank you. Teşekkür ederim. Hi everyone. Herkese salam. Greeting from Montpellier Church, Size South of France. Fransa'nın cənubunda yerləşən Montpellier şəhərindəki kilsəmizdən salamlar. Nim kilsəmizə yaxın yerdəyik. Pastor Jean Cantier'in rəhbərlik etdiyi kilsə yaxınıq. Stewart ailəsini qeyd etmək istəyərdim. Aha, Bethany buradadır. Bəlkə 10 ildir ki bizimlədilər. Hələ də dirisiz. Montpellierdə. Nə gözəl. Hələ tamiz insanlardır. Çox sağ olun. Minnətdaram sizə. Hazırsan? Sən özün hazırsan və müqəddəs ruh, bəli, hazırıq. Oldu. Necə də gözəl vəzi eşitdik. Pastor Maçek, təşəkkür edirəm. Və biz səmavi dillərdə danışırıq. Fransada biraz indi siz də öyrənə bilərsiniz. Çünki göylərdə olanda biz hamımız fransız dilində danışacağıq. Zarafat edir. Və insan tarixində İngilis dillərlə fransız dillər arasında bir mübarizə var idi. Biz ingilislərlə danışdıq, razılaşdıq ki, yaxşı. Yer üzündə siz ingilislə danışın, amma göylərə gedəndə biz fransız dilində danışacağıq. Halleluja. Halleluja. Okay. Je voudrais partager ce matin. Bu səhər istərdim sizinlə bölüşüm. Konferansımızın mövzusu üzrə. Müqəddəs ruh danışır mövzusudur. Amma ilk öncə istərdim qeyd edim ki, müqəddəs ruhun artıq danışdığını, dediyini, iştirakını. Müqəddəs kəlamda bir neçə yerdə müqəddəs ruh özünü göstərir və müəyyən bəyannamələr verir. Bəyannamə, yəni ifadələr. Pastor Yohan Corey'nin tərcüməsini düzəldir. Sən yaxşı iş görürsən, Corey. We can see, on peut voir dans Genèse 1, In Genesis 1, Yaradılış 1-ci fəsildə görürük ki, müqəddəs ruh dünya yaradılan zaman orada iştirak edir. Ondan sonra Həvvarin İşləri kitabı 2-ci fəsildə görürük ki, müqəddəs ruh nümayiş olunur artıq kilsə başlayanda. Və bugün müqəddəs ruh kilsə vasitəsilə danışmaqda davam edir. Buna görə Tanrı bizə ənamlar verir. Bu ənamlar vasitəsilə Tanrı öz hikmətini üzə çıxarır. Efeslərə məktub 3-cü fəsildə 12-dən 19-cu bəndə kimi parçaya baxsaq, görürük ki, orada Həvvari Paul sir haqqında danışılır. Üzə çıxmış sir. Müqəddəs ruh bu sirri üzə çıxarır. Bu sir kilsədir. Buna paralel olaraq istərdim sizinlə birlikdə bir bənd oxuyaq. Bu bənd Korinflərə 1-ci məktubdadır. Sonuncu bənd 13-cü fəslin 13-cü bəndi. Hamımız bu bəndi yəqin ki, yaxşı bilirik. Burada deyilir. İndi isə 3 şey qalır. İman, ümid, məhəbbət. Amma bunların arasında məhəbbət ən üstünüdür. Un père de l'Église, Thomas d'Aquin, a commenté ce verset. Kilsə atalarından biri Thomas Aquinas, Akvinli Thomas, Saint Thomas Aquinas. İngiliscə Thomas Aquinas. Çox sağ olun.
Donc il a dit, Pastor Gary. la foi connaît Dieu. Bu kilsə atası belə deyib. İman Tanrını tanıyır. Ümid Tanrını gözləyir. Məhəbbət isə bizi Tanrıya birləşdirir. Si je devais donner une image à tout ça, Əgər bunun bir mənzərəsini çəksəydim, Korinflərə 1-ci məktub 13-cü fəsil kontekstində Paul est en train de traiter l'église de Corinthe qui était dans la comparaison et concernant les dons spirituels. Burada Paul Korint kilsədəki məsələyə müraciət edir. Kilsədəki insanlar bir-birlərini müqayisə edirdilər ənamlarına münasibətdə. C'est comme si on devait donner une image, c'est un échafaudage. Və Paul burada bu ifadəni qeyd edir. Mənə bu taxtabəndi bənzədir. Taxtabənd bilirsiniz nədir də? Ki, fasadı boyamaq istəyirsinizsə, hasarı. Onda bu taxtabəndi yerləşdirirsiniz, onun üzərinə qalxırsınız və hasarı rəngləyirsiniz. Buna bəzən meşə də deyilir. Ruhani ənamlar ki, Tanrı kilsədəki insanlara verib, onlar bu taxtabəndə bənzəyir. Tanrı öz rəngsazlığı ilə məşğuldur. O, nəyini istəyirsə yazır, hasarını rəngləyir. Amma ənamların ifadəsi kilsədə bu müqəddəs ruhun kilsədəki ifadəsidir. Amma ən əsası odur ki, hasarın boyanması işi bitəndən sonra nə qalır? Ce qui a été fait, ce qui a été peint. Nə iş görüldü, nə rəngləndi. Et c'est l'amour. Məhəbbət qaldı. Məhəbbət qaldı. Paul dit, yəni məhəbbət baqidir. Paul üç şeyi burada qeyd edir ki, bu üç şey qalır, baqidir. İmandır. İman, yəni gözlə görünməyən bir şeydir bu. Və çoxlu şeyləri görə bilirik gözümüzlə. Bəzi qadınlar öz ərlərində ağıl görmürlər. Ya kimsə bəlkə qaynanasının sevgisini görə bilmir. Zarafat edir Pastor Yohan. Bizə bunun üçün iman lazımdır. Yəni, çoxlu şeylər var ki, biz görmürük. Ümidə gəldikdə isə, yəni hələ də malik olmadığımız şeyə bağlıdır ümidimiz. Yəni bizim hələ də izzətlənmiş bədənimiz yoxdur və daha yaşlaşdıqca daha çox görürük ki, izzətlənmiş bədənimiz yoxdur, yəni çökürük. Amma bütün bunların arasında məhəbbət var. Məhəbbət var. L'amour est un grand défi. Məhəbbət böyük çağırış atan dəyərdir. Məhəbbət ən böyük bir dildir. Müqəddəs ruh danışanda müqəddəs ruh bizi Tanrının məhəbbət təməlinə qoyur. Müqəddəs ruhun ənamları kilsədə bəyan olunanda, ifadə olunanda, Tanrı nəyisə boyayır, nəyisə rəngləyir. Və siz taxtabəndi götürüb kənara qoyanda görürsünüz ki, Tanrı hasarda çarmıq şəklini rəngləyib boyayıb. Çünki Tanrının məhəbbətinin ən böyük ifadəsi məhz çarmıqdır. Və müqəddəs ruh kilsədə danışanda, məhəbbət ifadə olunanda kilsədə, biz başlayırıq görməyə çarmıxın üzə göründüyünü,
Tanrının məhəbbətinin ifadəsini gözümüzlə görməyə başlayırıq. Və bu çarmıq bizi bir-birimizə, Tanrı ilə insanları bir araya yapışdıran, bir araya gətirən dəyərdir. Və sementləyir bizi sanki bir-birimizə. Bu sement olmasa biz birlikdə işləyə bilmərik. Kilsəyə dair heyrətamiz məqam odur ki, kilsə bu ruhani ənamların müxtəlifliyidir. Tanrının hikməti əks olunur və Tanrının məhəbbəti bəyan olunur. Mənim xidmət etdiyim kilsədə, Montpellierdə mən öyrənməli idim. Öyrənməli idim ki, Tanrının məhəbbətinin ifadəsinin şaxəliyini kilsədə öyrənməli idim. Yəni, bəzən xırda kilsələrdə, necə ki, bizim Montpellier'dəki kilsəmizdə, əgər kiminsə mənimlə problemi yaranırsa və ya mənim başqa kiminləsə problemim yaranırsa, bəlkə bu adam kilsədə öz ənamını ifadə etmək üçün yer tapa bilmir artıq. Amma mən bir pastor kimi öyrənməliyəm indi. Öz ürəyimi genişləndirim. Və yaradıcılıq tapmalıyıq. O adamlar ki, kiminlə mən indi artıq işləyə bilmirəm, əgər səmimi olsaq, kilsədə hər kəslə bir arada işləyə bilirikmi? Bəzi insanlar var ki, mən öz kilsəmdə onlarla işləyə bilmirəm. Mən onları sevirəm, amma əgər birlikdə işə başlasaq, onda nəticəsi pis olacaq. S'ils travaillent avec moi, ils vont faire une dépression pendant 10 ans. Və kilsədə başqa adamlar var ki, əgər onlar mənimlə işləməli olacaqlarsa, onda 10 il ərzində onlar depressiya düşəcəklər. Mais pourtant, ils ont reçu des dons spirituels pour édifier l'Église. Amma yenə də o adamlar da kilsəni dikəlmək üçün ruhani ənamlar alıblar Tanrıdan. Ona görə biz Tanrının yaradıcılığını aşkar etməliyik, tapmalıyıq ki, bütün ənamlar ki, Tanrı Məsihin bədəninə yerləşdirib onları, bu ənamları, ki, bu ənamlar vasitəsilə Tanrının bu bir növ hasarda rənglədiyi, çəkdiyi şəkil üzə çıxsın. Elə bir şəkil ki, sizdən, məndən, Montpellier'dəki kilsədən daha böyükdür. Greater Grace-dən daha böyük bir mənzərə. Və bu Tanrının işidir. Bu bir sirdir. Amma bu üzə çıxan, aşkar olunan bir dəyərdir. Siz ətrafınızdakı insanlara baxa bilərsiniz. Onların hər biri Allahın hikmətinin ifadəsidirlər. Baxın bir-birinizə, baxın. Bon, j'avoue que c'est difficile de voir la sagesse de Dieu dans tout ça. Okay, I must say it's difficult to see the wisdom of God in all this. Başa düşürəm ki, bir-birimizə baxanda Allahın hikmətini görmək çətindir. Boynumuza alaq. I love you guys. Amma sizi sevirəm. You're amazing. Siz heyrətamizsiniz. Pour finir. And to finish. Və son olaraq. What is going to remain? Nə qalacaq axırda? What is going to remain? Nə qalacaq axırda? En tant que pasteur, on accompagne des fois des personnes qui sont en train de mourir. You know, as pastors, sometimes we have to bir pastor olaraq biz insanlara ölüm kölgəsinin vadisindən keçməyə kömək edirik. Və nə qalır axırda? Nostalji mi? Ce que les gens, les blessures du passé. Wounds of the past. Və keçmişin yaraları mı? What remains? Nə qalır axırda? Pour nous en tout cas. For us at least. Ən azı bizim üçün, məsləhət verənlər üçün nə qalır axırda? We want to have our hearts and our minds occupied ki ürəklərimiz və əqlimiz Tanrının məhəbbəti ilə məşğul olsun və Tanrı məhəbbətinin ifadə olunması qalsın
Tanrının sirri üzə çıxır və biz bunu görə bilirik. Qoy Tanrı sizə xeyir dua versin. Amin.